O sənət adamı çox şeylə üzləşir. Çox məclislər görür, çox insanlar görür. Elə olur ki, Ariflə də, Aqillə də üzbəyiz oluruq. Amma eləsinlə üzbəyiz oluruq ki, heç özümüz bilmirik ki, bununla niyə üzbəyiz olmuşuq. Əziz məni dinləyənlər, hər birinizi salamlayıram, hər birinizə can sağlığı arzulayıram. Burada özümlə əlaqələnən, öz başıma gələn bir hadisəni sizin nəzərinizə çatdırıram. Bakıdan götürüb mənə zəng elədilər ki, səninlə görüşümüz var, xahiş edirik, filan yerə gəl. İstədim getməyəm, çox söz söhbətdən sonrasına bunlar dedi ki, bizim ürəyimiz səni istəyir, bizim arzumuzu niyə yerinə yetirmirsək? Səni görmək istəyirik, bəlkə səninlə bir işimiz var. Bunların sözü səmimi qəbul elədim, durdum, getdim deyilən yerə, getdim ki, çatanda tanımıram bunları. Belə məni görəndə deməyəsən, telefonda şəkilimi görüblər, məni görən kimi bunlar tanıdı, yeriyim mənlə görüşdülər. Abbas Zərgərsən dedim, bəli, hə mənim. Dedim, məni çağıransızsınız, dedilər, bəli, biz səni çağırırıq. İndi elə burada hələ içəri girməmiş, məni başa salın görüm, məni nəyə çağırmısınız? Dedilər ki, bir 40 nəfər burada dostlardır, yeyib içirik, bir də bir şeir yazan, qızdır, gəlindi, bilmirəm, gətirmişik. Biri 22-21 yaşında olan, olar bax belə. O xanım şeir deyir, biz də qulaq asırıq. Burada səndən söhbət getdi, söhbət açdıq. Birdən-birə qayıtdı ki, mən buradayamsa onun adını niyə çəkirsiniz? Ay xanım, cinayət deyil ki, o da elm bir sənətkarıdır, adını çəkirikdə nə olar ki? Aşıq Abbas Zərgər yaxşı sənətkardır, sinədəftər sənətkardır, şeir yazandır. Yaxşı şeirləri var, cəmaatın çox istədiyi bir sənətkardır. Yaxşı, elədir, onu çağırın bura, onunla mən üzləşəcəm. Gözünüzün qabağında Abbas Zərgəri şeirlə bağlayıb, palçıq eləyib bu divara vuracaq. Bunlar qalır belə məhəttələ, bu qızın, bu gəlinin dediyi nədir? Gəlin bunların üstünə düşər ki, demişsiniz, gətirin. Bunlar götürər mənə zəng eləyər, işin içi nədir bilmirəm, nəyə qarşı məni çağırırlar bilmirəm. Gəldim. Bunlar bu söhbət elədilər mənə. İstədim qaydam. Amma baxdım, gördüm ki, mən dala qayıtsam, bunlar mənim məğlub olmuş hesab eləyəcəklər. Deyəcəklər ki, bir qadından, bir şeir yazandan çəkindi, qorxdu, içəri girmədi. Mən qaldım çıxılmaz vəziyyətdə. Belə gedirəm, oda düşürəm, belə gəlirəm, suya düşürəm. Özümə sığışdırıb qadın üstünə getmək istəmirəm. İstəmirəm ki, qadınla üzləşəm. Öz abrımı, həyamı, öz şəxsiyyətimdən ötürü, özümü qorumaqdan ötürü. İstəmirəm ki, dildə, dişdə söz-söhbət yaranar ki, Abbas Zərgər ömür gününün bu vaxtında gəlib bir 20-21 yaşında qızdımı, gəlindimi bundan şeirləşir. Bunu özümə sığışdıra bilmirəm. Amma gördüm, qayıtsam da ağır məsələdir. Burada məğlub oluram. Dedim, bu şərtə içəri girərəm ki, dediyim əməl eləyəsiniz. Dedilər, neyniyək? Dedim, məni hələ onlara tanıtmırsınız. Mən oluram ruhu xəstə. Bax, əlim əsəcək, başım əsəcək, dilim pəltək olacaq. Hərəniz bir qoluma girin, məni salın içəri. Sizdən soruşanda ki, bu kimdir, nəçidir? Deyin, elə belə ruhu xəstə adamdır. Gördü köldədir, gətirdi ki, bir tikə çörək yesin. Hələ bir mən qulaq asım, görün bu məclisin ahəngi nədir, axımı nədir, bu şeir yazan kimdir, bu nəçidir, kimin yanına gəlmişəm mən? Buna əməl eləsəniz girəcəm içəri, əməl eləməsəniz girməyəcəm içəri. Dedilər, oldu. Bu iki nəfərlər kimdir? Bu iki nəfərin biri Göyçə mahalındandır. Bu iki nəfərin biri Xızı rayonundandır, Dağlıdır. İkisi də mehriban, şirin adamdır, elə bil elə mənlə bir yerdə olurlar. Məni bu səmimiyyətlə qarşıladılar. Qoluma girin, məni içəri gətirdilər, məclisdə oturanlar gördülər ki, nə kişi, başım əsir, əlim əsir, dilim pəltək belə danışan bir adamam. Soruşdular ki, nə, bu kimdir, bunu nəyə gətirdiniz? Bunlar dedi, gördük elə qapıdadır, tanıyırıq, bilirik ki, xəstədir, gətirdi bitkə çörək yesin. Dedilər, nə olar, əyləşdir, o qıraqdan qoy bitkə çörək yesin. Məni qıraqdan əyləşdirdilər, xanım şeir deyir, mən xanıma diqqət yetirdim. Öz-özümə fikirləşdim ki, ilahi, bu sənət nə günə qalıb?
Mən neçə ilin sənətkarıyam, neçə ilin şeir yazanıyam. Gör məni kimin üstünə gətirirlər, gör məni kiminlə üzləşdirirlər. Geriyə də yol yoxdur, çıxış yolu yoxdur. Yemək qoyuldu qabağıma, çay gətirdi, hər bir şey doğrudan başladılar mənə qayğı göstərməyə. Amma elə yavaş-yavaş burada diqqət verirəm. Birdən bu xanım qayıtdı ki, nəsəbi şəkildə. Bəs o dediyiniz sənətkar necə oldu, Abbas Sərgar necə oldu? Mən dilləndim. Belə bir örtülü şey dedim. Xanım, tanı mənəm, gör mənəm, bil mənəm. Belə üzümə baxdı. Bunlar üzümə baxanda gördülər ki, mənim nə əlim əsir, nə ayağım əsir, nə başım əsir, nə də dilimdə pəltəklik yoxdur. Bunları öyrətmişəm ki, deyim, bir müddət dayanandan sonrasına sərbəstləşir, olur sərbəst adam. Bunlar qayıtdı boy. Bu gətirdiyinizin dili də açılıb, ondan sonrasına əşib eləmir də. Bunlar dilləndilər ki, bunda belə bir hal var. Mən dilləndim, xanım, Abbas Sərgəri neyirsən? Dedi, Abbas Sərgəri palçıq eləyib o divara vuracam. Dedim ki, tutaq ki, Abbas Sərgər gəlib. Burada şərt nədir? Sən Abbas Sərgəri bağlasan, palçıq eləyib bu divara vuracaqsan. Bəs Abbas Sərgər səni bağlasa, onda sənin cəzayı nədir? Heç nə, mən də ona pul verərəm. Dedim, xanım, Zərgər Abbas mənəm. Gəlmişəm. Sən məni qəpi ilə, quruşla aldada bilməyəcəksən ki, mən uşaq deyiləm, əlimə qəpi quruş verib məni aldadarsan. Mən də səni bağlasam, səni elə bir hala çalacam ki, ömürlük şeir yazmanı unudacaqsan. İndası burada bu məsələ var. Bircə işin acizliyin çəkirəm. Bu qadın bir cavan qızdımı, gəlindimi bilmirəm. Bunu özümə kişilik ismətimə, adıma sanıma yaraşdırıb, bununla mən hesabat aparmaq da istəmirəm. Dedim, indi sən deyirsən, nə sən deyirsən, ya deyə görüm, nə deyəcəksən, üstümə belə şərtlənir. Mənim burada bir şeirim belə yarandı, dedim, gəl bunu nəzmə çək. Gör, buradan bir şey anlayıb, sənin qüdrətini, şeir yazma qabiliyyəti, mənim şeir yazma qabiliyyətimi görüb, gör bu aylarmı ki, məndən üzr istəyə, səhvim başa düşə, mən buna qoşulmayam. Bunu nəzmə çəkdim. Qız danışaq gəl bu başdan, nə tapsan bu savaşdan, yapışmısan ağır daşdan, ağlın olsun, havalanma. Qəzəbli daş atma pirə, hücum çəkmə cəsur şirə, dönmə ginən araz kürə, ağlın olsun, havalanma. Ay şairə, ay məmləkət, qocuya edərlər hörmət, cavan qızda olar ismət, ağlın olsun, havalanma. Zor göstərmə Rüstəm Zala, daş atma məğrur qartala, özün qalacaqsan dala, ağlın olsun, havalanma. Qarşında Abbas Zərgərəm, kəlmələri gövhər zərəm, qız dovşansan, mən bir nərəm, ağlın olsun, havalanma. Mən bu şeiri dedim, cəmaat alqışladı, qıza dedilər ki, cavab ver. Qız baxdı, dedi, yox, hələ qoy desin, görün bunda nə var, nə deyəcək, nə eləyəcək. Onsuz da mən baxdım, gördüm ki, nəsə bu şeirə cavab verən deyil. Yerli-dibli şeirə cavab verən deyil. Belə bir mülayim, belə bir yumuşaq şeir dedim ki, görün bu deyərmi ki, ay ağsaqqal, üzr istəyirəm, səhv düşmüşəm. Gördüm, yox, bunu anlamadı. Bu bir dəmə dedi, bir şeir dedi. Elmləri sinə dəftər etməmiş. Xanım, salma boş qafanı sər meydanına. Rəqibiyin qüdrətini bilməmiş, kükrəyib girməsən nər meydanına. Şeirlə keçmirsə hər günün ayın, ürəyinin içindən axmırsa çayın, haqqın dərgahından gəlmirsə payın, məni dəvət etmə şər meydanına. O dağ Yunus kimi çıxma özündən, ağladaram qan süzülər gözündən, xof etmirəm şairlərin yüzündən, gəlirsən Zərgərin gəl meydanına. Bu məclisdəkilər gördülər ki, indi mən ağır bir şeir dedim. Qıza dedilər ki, cavab ver.
Qız dedi, yox, qoy birini də desin, görüm hələ nə var. Onsuz da mən bilirəm ki, bu şeirlərə bu cavab qaytaran deyil. Əziz məni dinləyənlər, mənim 3-cü şeirim belə yarandı. Allah hər birinizə can sağlığı versin. Xanım, atacaqsan kasıblığın daşını. Bu günləri bu məclisə ləl gəlib. Atacaqsan kasıblığın daşını. Dostlar, bu məclisə bugün ləl gəlib. Bu xam düyə darta bilməz kotanı. Kəl gətirin, bu meydana kəl gəlib. Danışanda sərhəd qoyulan sözünə. Cin şeytan görünür sənin gözünə. Utanmayan, qızarmayan üzünə şillə üçün çox qüvvətli əl gəlib. Öyrənmişəm bərələrdə yatmağa. Zərgər gəlib sən ceyranı tutmağa. Kökündən çıxarıb səni atmağa. Diqqət yetir, qasırğalı sel gəlib. Xanım, 3 dənə şeir istədim, 3-ünü də dedim. Bala, ikisi qurbandısan ya, ikisini bağışlayıram, şeirin birinə cavab ver. Bu baxdı. Əziz məni dinləyənlər. Başladı, baxdım ki, belə ağlamsıdı, ağladı. Az niyə ağlayırsan, oturanlar dedi, mən dinmirəm. Yox, bu beləymiş, bunu niyə çağırmısınız? Dedilər, nə səhvi var, nə qəbahətə yol verir ki, deyirsiniz, beləymiş. Yox, mən bunun istedad, mən buna cavab verə bilməyəcəm. Ay xanım, və məni palçıq eləyib divara vururdu. Və sən müasir bir qızsan, sənin ağlın, dərrəkən, huşun hardadır? Mən içəri girəndə gördüm ki, mən sənətkaramsa, mənim filan qədər təcrübəm var. Yəqin burada oturanlar, məni tanıyanlar varsa, bunlar mənim istedadımı tanıyır. Burada bir dənə məsələ var. Məclisin ahəngi dəyişdi. O bayaqdan ki, mən ruhu xəstə idim. Bunun mənasını soruşdular məndən. Dedim, özümü bu ruhu xəstəliyə vurdum ki, görün bu xanım nə deyir? Görün bu xanım deyir ki, elə bu dəqiqə qapazaltı eləyəcəm bunu. Qaldı ki, burada bu Göyçəlinin, bu Xızılırının, bu Dağlının mən qeyrətini gördüm. Ayağa qalxıb dedilər, xanım, sənətkardan üzr istə. Yox, sənətkardan üzr istəyirəm. Dedim, xanım, üzr istəmə. İstəmirəm məndən üzr istəyəsən. Ömürlük bu şeirdən azadsan, bir də əlinə qələm alıb şeir yazma. Məni dinləyənlər, Allah Teala sizə can sağlığı versin. Sizin hər birinizi salamlayıram. Xalq mənimdir, mən də xalqınam. Hər birinizi çox istəyirəm. Mən elə məxsus, cəmaata məxsus, xalqa məxsus, elə sadə bir sənətkarıyam. Allah sizə can sağlığı versin.